Azərbaycanda hələ də həkimlik hüququ olmadan cərrahi əməliyyatlar həyata keçirən və lisenziyasız fəaliyyət göstərən tibb müəssisələri mövcuddur. Bu cür halların nəticəsində vətəndaşlar ya həyatlarını itirir, ya da sağlamlıqlarına ciddi zərər dəyir. Sual olunur, belə hallara necə imkan verilir? Belə çıxır ki, şikayət olmasaydı bu tip müəssisələr və şəxslər qanunsuz fəaliyyətlərini davam etdirəcəkdilər. Hesab edirəm ki, aidiyyatı qurumlar şikayəti gözlənmədən belə halları aşkarlamalı və qarşısını almalıdır ki, insanların sağlamlığı təhlükə altına düşməsin. Bu fikirləri Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib. Deputat bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, bu sahədə mühüm işlər görülür və sistemin tam oturuşması üçün dövlətin dəstəyi hər il yüksələn xəttlə artır. Bununla belə, tibbi sığorta çərçivəsində hər xəstəyə görə həkimə ödənilən vəsaitin həcminə yenidən baxılması məqsədə uyğun olardı. Bu məbləğin təxminən 2 manat 40 qəpik olması və bu vəsaitin 2-3 ay gecikmə ilə ödənilməsi həkimlərin göstərdiyi xidmətin qarşılığına uyğun deyil. Bəzən bu kimi hallar ixtisaslı həkimlərin daha yüksək maaş naminə xarici ölkələrə getməsinə səbəb olur. Eyni zamanda vətəndaşların tibbi sığortadan istifadə edərkən xəstəxana seçimi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya ən azı seçim imkanlarının genişləndirilməsinə də baxmaq lazımdır. Bu məhdudiyyət səbəbindən uzun illər müəyyən həkimlərin nəzarətində olan vətəndaş həmin həkim onun sığorta sisteminə daxil olan tibb müəssisəsində çalışmadıqda ya bu xidmətdən məhrum olurlar, ya da sığortadan yararlana bilmirlər. Ona görə də yaxşı olardı ki, xəstələrə həkim seçimində sərbəstlik verilsin deyə Azay Quliyev təklif edib.